İnnəkə kəf hərfinin məxrəci demək dilin sonu və dilçəyin axırındadır. İnnəkə. Amma bəzi vaxtı Quran oxuyarıq bunu innəkə, k hərfi kimi oxuyurlar ki, ümumiyyətlə ərəb dilində k yox, kəf hərfidir. İnnəkə Ləminəl mursalin. Hərəkələri dedikdə tələsmək lazımdır. Lə incə samit, mim hərfi incə samit, nun hərfi incə samitdir. Burada ləminəl dedikdə ləmin demək ki, məxrəcini saxlayırıq, yumuşaq şəkildə deyirik. Ləminəl mur dedikdə ra hərfi qalın oxunur. Mursalin. Ayə sona yetir. Burada mədd ariz olur. Li 4 hərəkət miqdarında uzadılır və nun hərfini neririk? İzhar edirik. Bir də oxuyuram. Ləminəl mursalin. Nun hərfi burunda nə olur? Burunda deyilir və izhar olur. Alə sıratin müstəqim. Alə sıratın kəlməsində ayn hərfi boğazın